Salam dostlar, bugün Çempionlar Liqasının möhtəşəm qarşılaşmasını birlikdə izləyəcəyik. Bu maç həqiqətən də həyəcan, gərginlik və unudulmaz anlarla dolu idi. Meydanda son dəqiqəyə qədər amansız mübarizə gedirdi və hər epizod oyunun taleyini dəyişə bilərdi. İndi isə gəlin oyunun ən maraqlı anlarına, qollarına və həll edici momentlərinə baxaq. Dostlar, və bu günlər gəlib çatdı. Sabah tarixində ilk dəfə Çempionlar Liqası oyundan çıxır. Gördüyünüz kimi böyük oyunun gəlib çatdı. Biz bunu illərlə gözləyirdik və axır ki sabah Avropanın ən böyük arenasında oynayacaq. Sabahın Çempionlar Liqasının tarixində ilk start 11'liyi idi. Soldatı sabahdan möhtəşəm dəstək görürük. J'ai connu des galères. Enfermé en cellule, j'avais pas tout le temps l'heure. 18 mois sans visite, j'ai pas vu ma famille. J'suis parti en prison, je me suis fermé des portes. Subvenir à mes besoins, je suis tombé des chahuts. 2 ans après, je vois une baby au parlu. Möhtəşəm bir atmosfer var Bank Respublika Arenada. Bəli, bu qarşılaşmada tək oyun deyil, həm də ab-hava da möhtəşəm idi. Sözün əsl mənasında oyunun ilk dəqiqəsindən son fitnə qədər azarkeşlər dayanmadı, oyunçulara dəstək oldu. Oyun zamanı stadiondakı səs-küyün pik həddi 108 desibelə çatdı ki, bu da belə tutuma malik stadion üçün olduqca yüksək bir göstəricidir. İsayev, İsayevdə möhtəşəm keçid, Timoteoş Buxaç, Bikens və top qapının üstündən keçir. Joel Bikens çox yaxın idi sabahın Çempionlar Liqasında ilk qolunu vurmağa. Başla zərbə alınmalı! Başla zərbə alınmalı! Veljko Simić aldı topu cinahdan. Simić! Wow! Moldova'nın akrobatik zərbə izlədik. Korner başlayacaq. Aleksey İsayev. Yanına Timoteoş Buxaç gəldi. Möhtəşəm paslaşma. Zedatka. Və İsayev. Buxaç. Soldan ötürmə. Veljko Simićə. Simić. Və yenə də olmadı. Yenə də. Biz çox yaxınıq qola. Çox yaxınıq. Bu qədər moment. Mikkelsen sol cinahdan ötürmə. Maluda da yenə olmadı. Maluda. Dostlar, və beləliklə oyunun ilk hissəsi bitdi. 0-0 hesabıdır, amma üstünlük 100% sabahdadır. Bəli, ilk hissə qolsuz heç ilə başa çatdı. Ekranda da gördüyünüz kimi Tenesin taktiki düzülüşünü qoymuşam. Onların əsas taktikası arxa xəttdə sıx dayanmaq, boşluq verməmək və sabahın hücumlarını qarşısına almaq idi. Bu səbəbdən sabah topa daha çox nəzarət etsə də təhlükəli imkanlar yaratmaq heç də asan olmadı. Dostlar, ikinci hissə başladı. Artıq 51-ci dəqiqədir. Bu qədər yaxın və bu qədər uzaq eyni zamanda. İsayev. Lepinitsa. Aron Maluda sağ cinahda. Nəsə edə biləcək mi? Maluda çəkdi, vurdu və yenə korner. Timoteoş Buxaç yenidən topun qabağında. Buxaç. Asist verə biləcəkmi? Buxaç? Zərbə! Və sabah tarixində ilk dəfə Çempionlar Liqasında gol vurur Veljko Simić. Kornerdən kəllə ilə möhtəşəm.
Nəhayət buz əridi. Sabah gün zərbəsindən hesabı açır və tribunalar partlayır. Elə bu anda stadionda səs-küy 108 desibelə çatdı. Bu həqiqətən də inanılmaz bir atmosfer idi. Külək çox güclüdür və telefonu açmaq üzrədir. Emina! Və telefonumun yeri açdığı momentdə nə olsa yaxşıdır. Və budur, ikinci qol da gəldi. Ən maraqlı isə odur ki, meydana cəmi bir neçə dəqiqə daxil olan Kahin Paris fərqlənməyi bacardı. Bu əvəz etmə tam yerinə düşdü. Məhz belə vaxtında edilən dəyişikliklər yaxşı məşqçinin fərqini göstərir. Bitti! Sabah ilk Şampiyonlar Liqası oyununda möhtəşəm performans göstərərək 90 dəqiqə dominant futbol göstərərək qalib gəlir. Möhtəşəm oyun izlədik bugün. Dostlar, gördüyünüz kimi möhtəşəm bir atmosfer var Bank Respublika Arenada. Dostlar, video sona qədər baxdığınıza görə sizə səmimi qəlbdən təşəkkür edirəm və gəlin bir məsələyə keçək. Məsələ ondan ibarətdir ki, videoda bəzi yerlərdə dilim dolaşır, bəzi yerlərdə cümləni səhv deyirəm. Bundan sonraki oyunlarda bu videoda buraxdığım səhvləri düzəltməyə çalışacağam və sizin üçün daha keyfiyyətli, maraqlı və zövqlü videolar çıxartmağa çalışacağam. Həmçinin mənim digər sosial şəbəkələrimə, yəni TikToka, xüsusilə də Instagramda izləmək tövsiyə edərdim. Çünki sabahın növbəti Çempionlar Liqası oyununa bilet uduşu keçirəcəyəm. Əgər pulsuz bilet istəyirsinizsə, onda 100% mənim Instagram səhifəmə keçid edin. İndi isə gəlin ən maraqlı hissəyə keçək. Bugün sabahın Tennesə qarşı cavab oyunu var. Oyun İngiltərədə keçiriləcək. Sizin fikrinizcə oyun hansı hesabla bitəcək? Qollarımızı kim vuracaq? Sabaha bugünkü oyunda uğurlar arzulamaq istəyərdim. Bir daha video sona qədər baxdığınıza görə sizə təşəkkür edirəm. Kanalıma abunə olmağı, video like qoymağı unutmayın. Sağ olun, salamat qalın.